Bir nəfər ibadət eləyir. Gecə gündüz ibadət eləyir, zikir deyir, namaz qılır falan. Mələklər baxır heyrət içində. Deyir, ilahi, bu nə gözəl bəndədir. Bunun zikrinə bax, bunun halına bax. Mələklər baxır deyir. Deyir ki, Allah deyir, baxın onun adı hardadır. Baxırlar, görürlər, adı bədbəxt adamların siyahısındadır. Lövh-i məhfuzda. Bədbəxt adamların siyahısındadır. Deyirlər, ilahi, bu nə heyrətamiz səhnədir. Bu boyda abid neçə gündür baxırıq, neçə vaxtdır bu halla sənə ibadət edir. Deyir, hə, belədir. Gedin özünə deyin onu. Deyir, insan surətində gəldilər, ya yuxusuna gəldilər, bilmirəm, yadımdan çıxıb, bilmirəm o hissəsini. Dedi, nə sözüm ola bilər? İxtiyar onun əlindədir, məndən ibadət eləməkdir. Hara istəyər yazar, mənim əlimdə nə ixtiyar var? Mənim işim ona bəndəlik eləmək.